Azərbaycan Milli Elmlər Akademiyasının Rəisət Heyətinin növbəti iclası keçirilib. İclasa giriş sözü ilə akademik İsa Həbib bəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə ölkə başçısının Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncamı ilə təltif edilmiş fizika riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüyə tərəqqi medalı təqdim olunub. Həmçinin Azərbaycan elminin inkişafına verdiyi tövbələrə görə AMIA-nın müxbir üzvü Kamil Aydazadə AMIA-nın fəxri fərmanı ilə təltif edilib. İclasda o cümlədən bir sıra alimə əmək veteranı vəsiqələri təqdim olunub. Rəisət heyətinin iclasında ilk olaraq akademik İsa Həbib bəylinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri haqqında məruzəsi olub. Akademik İsa Həbib bəyli bildirib ki, ölkə başçısının müsahibəsində müstəqil dövlətimizin beynəlxalq və regional miqyasda tutduğu mövqe, apardığı məqsədyönlü siyasət, qazandığı nailiyyətlərin real və geniş mənzərəsi canlandırılıb. Vurğulanıb ki, ölkəmizin tarixində gedən proseslərin Azərbaycan cəmiyyətinə çatdırılması da cənab prezidentin müsahibəsində xüsusi yer tutur. Akademik İsa Həbib bəyli qeyd edib ki, qalib ölkənin qalib lideri olan prezident İlham Əliyev islahatçı dövlət rəhbəridir. AMIA rəhbəri elmlə təhsilin inteqrasiyası çərçivəsində alimlərimizin məktəblilərlə və tələbələrlə işin gücləndirilməsi, onlarla mütəmadi görüşlərin, mühazirə və seminarların keçirilməsinə bağlı tapşırıqlar verib. Ana dilinin qorunub saxlanılması, mövqeyinin möhkəmləndirilməsi, daxili imkanlar hesabına zənginləşdirilməsi yollarının və vasitələrinin elmi cəhətdən müəyyən edilməsinin, xalqımıza çatdırılmasının AMIA-nın xüsusən də humanitar və ictimai elmlər üzrə elmi tədqiqat institutları əməkdaşlarının müqəddəs borcu və vəzifəsi olduğunu deyən akademik İsa Həbib bəyli, Azərbaycan dilinin qrammatik əsaslarının elmi şəkildə tədqiq edilib öyrənilməsinin, yeni nəsillərə mənimsədilməsinin son 100 ilin ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyib. Azərbaycan dilinin saflığının qorunması istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında atılmış addımlar haqqında bir sıra məlumatları təqdim edən akademik İsa Həbib bəyli hazırda orfoqrafiya lüğətinin tamamlanmaq üzrə olduğunu, orfoepiya lüğəti üzərində işin davam etdiyini bildirib. Akademik İsa Həbib bəyli bildirib ki, Azərbaycan dilinin saflığının qorunması yalnız Dilçilik İnstitutunun deyil, digər elmi tədqiqat müəssisələrinin ümumilikdə bütün alimlərin üzərinə düşür. Daha sonra iclasda bir sıra elmi təşkilati məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi haqqında 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə bağlı AMIA-nın tədbirlər planının hazırlaması haqqında məsələ müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib. İclasda AMIA-nın elmi müəssisə və təşkilatlarının elektron xidmətlər şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub. Qeyd olunanları nəzərə alaraq daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMIA-nın elmi tədqiqat müəssisələrində rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən elmi bölmələrdə və elmi mərkəzlərdə isə rəqəmsallaşma və süni intellekt şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub. Həmçinin iclasda AMIA-nın Mərkəzi Elmi Kitabxanasının Elmi Metodiki Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb. İclasda AMIA-nın İctimai İlmlər bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, AMIA əməkdaşlarının Naxçıvan bölməsinə, AMIA Rəisət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin baş mütəxəssisi Ofeliya Zöhrablı Gəncə bölməsinə və AMIA Rəisət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri Şəki Regional Elmi Mərkəzinin ezamiyyətlərin nəticələri haqqında məlumat veriblər. Daha sonra bir sıra kadr məsələlərinə də baxılıb. İclasda həmçinin akademik İsmail Hacıyevin 75, akademik Əbdülvahab Salamzadənin 110, akademik Səməd Vurğun Vəkilovun 120, AMIA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 və AMIA-nın müxbir üzvü Yaşar Qarayevin 90 illiyi haqqında qərarlar qəbul olunub. Deyilən Aymik qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.